Evin zahiri gözəlliyi, ola bilər bir ev möhtəşəmdir, villadır. Amma evin içinə daxil olursan, dava, qırğın, hər gün deyinmək, xanım kişi gələndə narahat olur, kişi evə gələndə sıxılır, evdə xəyanət, belə bir ailə xoşbəxt ailə ola bilməz. Ev nə qədər gözəl olsa da belə. Quran-ı Kərimdə bir ayə var, buyurulur: İnne awhanal buyut lebeytul ankabut. Ən süst ev hörümçəyin evidir. Bunun bir izahı budur ki, Allah ayənin önündə deyir ki, bir insan əgər Allahdan siva kiməsə sığınsa, hər hansı bir gücə, qüdrətə, onun vasitə yox, hələ onun özünə sığınsa, Allaha deyil, ona buyurulur ki, sənin sığındığın yer sanki hörümçək toxuduğu tora bənzər. Üfürsən nə olar? Dağlar. Bir mənası budur. Bir başqa mənası da nədir? Bir başqa mənası da budur ki, deyirlər hörümçəyin evi baxırsan gözəldir. Hesablamalar var. Həndəsi hesablamalarla da hətta. Buradan da qəşəng toxuyur.